Sən niyə içmirsən? Yox, içmirəm, zala yazmışam. Başın xarabdır. Bazala yazıldın, idmana başladın, formaya düşdün. Sonra qızlar başlasan apart-pod eləməyə. Sonra o evlə problem yaşayasan, yoldaşınla boşanasan, ondan sonra düşərsən depressiya. Depressiyaya düşəndən sonra nə edəsən? Təzədən içəsən. Tam bir dənə baxarsız da. Buyurun. Çox sağ olun. Məndə nə qədər el qardaş? Sen Instagram'daki bloger değilsen. Mənəm qardaş. Mən. Heç ne bu 71 maç edir. Olur. Sağ ol, cibin dolu olsun. Müştəri gəlib desə ki, mən sizdən boyunbağ almışam, rəngi gedib. Sual ver. Birinci denən ki, nə ilə yumusan? Desə ki, əgər su ilə yumuşam, denən spirtli su ilə yumalıydım. Desə ki, yox, spirtli su ilə yumuşam, denən su ilə yumalıydım. Başa düşdün? Всё, hələ. Salam, mən bu Salam. almışam. Bunun rəngi gedir. Siz onu nə ilə yumusunuz? Yumamışam. Gec düzə, saat 2-dir. Biz də taksi vuraq gedək. Taksi nədir? Uşaq aparıb düşür dərsiz. This is the end. Alo. Hə. Nə qaşındadır taksidə vəziyyət? Vallahi qardaşım yaxşıdır. Nə qədər çıxartma olur aya? 6-7 min yalan olmasın qazanmaq olur. Hə, məndə də elədir. Taksi işləyirsən sən də? Yox, mən də sənin kimi ostur. Aycan qızım, Papa, kartıma 200 manat ata bilərsən? baş üstə ata qurban. Kart nömrəmi yazdım sənə. Kart nömrəsinə ehtiyac yoxdur, var məndə. Əzbərimdədir, göndərdim Sənin jobesine. babuşqam. Sağ ol papa qurban. Öpdüm papa, sağ ol. Nə var? Ata, mənə 2 manat ata bilərsən. Başın xarabdır sənin. Sumqayıtdayam, manatlığa minim evə gəlib. Bu yaxınlarda sən 15 manat pul atmamışam Ayaqlarımın üstündən kartlara. gün keçib. Həşərat mən otla vidalanıram. Həşərat səndən az rasxod edir. Dava gəlmə, qal orada.